Kəpəz komandasını təbrik etmək istəyirəm. Düşünürəm ki, bu qalibiyyət onlar üçün çox böyük uğur idi. Nəsə çox şey demək istəmirəm bugün. Sadəcə birinci hissə daha çox dominant tərəf olan, daha yaxşı oynayan tərəf biz idi. Künc zərbələrindən 3-4 gol fürsətimiz oldu ki, Kəpəzin qapıçısı çox yaxşı çıxış elədi və qol olmasına imkan vermədi. İkinci hissə müəyyən dəyişikliklər elədik. Amma ikinci hissə dəyişikliklər etdikdən sonra ritmimiz kifayət qədər düşdü. Ondan sonra anlaşılmaz bir səhv buraxdıq və bu səhvdən sonra rəqib fərqləndi. Rəqib fərqləndikdən sonra artıq öz qapısına doğru çəkildi və bu çəkildikdən sonra biz hücumlar zamanı daha səbirli olmalıydıq. Amma kifayət qədər bu səbirimiz yox idi. Bəzən tələsirdik. İndi bütün bunları unutmalıyıq, düzdür. Bir balaca üzgünlük, çünki uzun müddətli bizim məğlub edilməzliyimiz var idi. Bugün məğlub edilməzlik bitdi, amma üzülməyə vaxt yoxdur. Hal-hazırda 2-3 gündən sonra biz qarşıda bizim üçün çox önəmli olan kubok finalına hazırlaşmalıyıq. Az oynayan futbolçularımıza fürsət verdik ki, daha çox oynasınlar. Düzdür, müəyyən mənada biz risk eləmək istəmirdik, çünki zədəlilərimiz ola bilərdi. Amma onlar da bugün göstərməlidirlər ki, öz keyfiyyətləri necədir, nə edə bilərlər. Düzdür, istədiklərimizə bugün müəyyən mənada müvəffəq ola bilmədik. Amma mən onların davranışından, onların bugün göstərdikləri səylərdən, cəhdlərdən şikayət edə bilmərəm. Düzdür, ilk çox dəyişikliklər olanda adicə bir oyuncu belə dəyişəndə necə komandada dinamika düşür. Siz təsəvvür edin ki, 3, 4, 5, 6 oyuncu dəyişirsən, əlbəttə bu asan deyil. Mən düşünürəm ki, əgər bu günkü heyətimiz 5-6 oyun ardıcıl bir yerdə çıxış etsəydilər, siz tamamilə fərqli bir mənzərəyə şahid olardınız. Amma indi nə edə bilərik ki, sabahdan artıq bərpa məşqimizə keçəcəyik və bəzi şeylər var ki, hansıları daha da inkişaf elətdirməliyik. Onlar üzərində işləyəcəyik və çərşənbə günü olan qarşılaşmamızı gözləyəcəyik.